Xalq təbiəti qədim elm sayılır. Niyə elm sayıldı? Çünki onun çox yaxşı nəticələrindən insanlar faydalana bildilər. Fərqli-fərqli xalqların özlərinin xalq təbiətləri var və bu xalq təbiətlərinin hamısının bütün hər kəs üçün faydalı olması demək deyil. Bəzi bitkilər var ki, bir-birinin təsir xüsusiyyətini azaldır. Antagonist təsir malik olanlar var. Var sinergist təsir, bir-birinə kömək edən təsirlər var. Hamiləlik dövründə istifadə olunmayan bitkilər qrupu var. Bir-birinə əks təsir göstərən bitkilər qrupu var. Təsəvvür edin ki, birisi qəbzlik əleyhinədir, biri ishal əleyhinədir. Onların eyni vaxtda istifadə etməsi tövsiyə olunmur. Fitoterapevt deyir ki, bitkilərin doğru şəkildə qurudulması və saxlanması sağlamlıq üçün olduqca vacibdir. Çünki soyuq havalarda köməyə çatan ən yaxşı vasitədir. Məsələn, bu iki bitkini hər kəs rahatlıqla istifadə edə bilər. Cökə, kəklik otu. Hərəsindən 10 qram götürülüb, 200 ml qaynar suda dəmlənilir. Səhər axşam eyni qaydada götürülür, 20 dəqiqə dam aldıqdan sonra yeməkdən öncə istifadə oluna bilər. Və tövsiyə edirəm ki, bunu ümumiyyətlə 1 yaşdan yuxarı hər kəs istifadə edə bilər. Bir çox bitkilərin yaşa, uşaq yaşının dozasına, kilosuna fikir verilməzsə, siz bitkilərin yan təsirlərindən artıq faydasından yox, ziyanından xəbərdar ola bilərsiniz. Kəskin dövrlərdə, kəskin mərhələlərdə olan xəstəliklər zamanı siz normal, modern tibbin bizə təqdim etdiyi üsullardan yararlanın. Bitkilərin balanslı şəkildə qəbulu və xəstəlik zamanı etibarlı mənbələrə güvənmək, həkim müayinəsində olmaq mütləq.